Herkese salam əziz tələbələr. Bugün bu videomuzda kursumuzda keçirilən magistratura 2-ci mərhələ üçün sonuncu sınaq imtahanının, qəbul tipli sınaq imtahanının sınaq imtahanında saldığımız bəzi sualların izahlarına baxacağıq. Deməli, elə birbaşa vaxt itirmədən keçək testlərimizə. Birinci testdən başlasaq, ABC natural ədədlərdir. A B-dən kiçikdir, B də C-dən kiçikdir. Və A üstəgəl B 7, B üstəgəl C 10. Bu şərtləri ödəməlidir. Yerinə rəqəmlər qoymağımız daha düzgün var, amma yerinə qoyacağımız rəqəmlər mütləq bu şərtləri ödəməlidir. Deməli, A B-dən kiçikdir, B də C-dən kiçikdirsə, buna 4 deyək B-yə, A-ya da 3 deyək. 3-ün üstə 4, 7. Əgər B-yə 4 desək, C-yə də 6 deyə bilərik. 6-ün üstə 4, 10. 6 dəfə yerinə qoyuram. A-nın qiyməti 3, B-nin qiyməti 4, C-nin qiyməti isə 6. 6 dəfə 24, 24 3-ə vuranda 72. Növbəti testimizdə fiqurlar və ədədlər arasında ədədlər üzərində hesab əməlləri üzr istəyirəm. Burada yerinə rəqəmlər qoymalıyıq, amma yerinə qoyacağımız rəqəmlər də mütləq bir məntiqli şəkildə yerinə qoymalıyıq. Biz alt-balat vurmanın qaydasından bilirik ki, F-i vurub ABC-yə burada yazıb, D-ni ABC-yə vurub burada yazıb, A-nı ABC-yə vurub burada yazır. Və buradan D-ni ABC-yə vurub ABC edib deyə D-nin öncədən bildik ki, D-nin qiyməti 1-dir. Və Y 3 kimi düşüb, bunların cəmi 9-dur, bunların cəmi 0-dır, bunların cəmi 4-dür, B də düşüb 5 kimi. Hasili 9 eləyən, daha doğrusu rəqəmlərin hasili 3 eləyən, çünki bu olduğu kimi düşüb aşağı, 9 ilə 7-ni götürə bilərik. Qoyaq bura 9, bura 7. 9 əvə 7, 63. 3 yazıram, 6 yadda. 9 əvə 4 desək, 36, 6 yadda. Burada 3 dənəsi eyni rəqəm alınıb deyə eyniləşdirməliyik. 9-u 4-ə vursaq, 36, 6 yadda 42. 4 yadda. 9 dəfə 6 da yadda 2-yə gəlib çıxmaq üçün 9 dəfə 2, 18, 4 də yadda 22. Və bizdən ABC-nin cəmini soruşurdu. Digər A-ya 2 desək, 2 dəfə 7, 14. Bəli, B buradadır, 4-dür, burada 4 alınır. 2 dəfə 4, 8, 1 də yadda 9, F burada 9, burada 9 alınır. 2 dəfə 2, 4, 1 də yadda, 2 dəfə 2, 4, 1 yaddası yoxdur. Və ABC-nin cəmi 6, 7, 13 edəcək. Cədvəllər, 3-cü tip sual. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Biz burada vurma işarəsi olduğuna görə bilirik ki, K-nı N-yə vuranda 54 eləyir. K vuraq M bərabərdir 54. K vuraq M bərabərdir 78. M vuraq N isə 117. Və yerinə rəqəmlər də qoya bilərik və yaxud bunları bir-birinə bölə də bilərik. Məsələn, K-nı N-yə böləndə buradan K-lar ixtisar geçsə, N-lə də M ixtisar geçsə, N-lə M qalır. 54 ilə 78-i biz ixtisar eləyə bilərik hər tərəfin neçəyə. Məsələn, 2-yə ixtisar eləsək, burada qalır 27, burada qalır 39. Amma eyni zamanda 6-ya da ixtisar eləyə bilərik bunu. 6-ya ixtisar eləsək, burada qalır 9, burada qalır 1 dəfə, 3 dəfə 13. 13-ə 9-a vuranda, əgər N-ya 9, M-ə 13 versək, həqiqətən 13-ə 9-a vuranda 117 eləyir. Elə buradan yerinə rəqəm də qoya bilərdik əslində. 9-u 6-ya vuranda 54, buna 9 desək, 9-da nəyə vuranda 78 eləyir. Daha doğrusu, 9-un vuruqları isə 78 olmadığına görə K-ya 6 deyərəm. 6-nı 13-ə vuranda bunlar da burada ödəyir. 3-ün də cəmi olacaq 13, bu da 15, 28. Dördüncü məsələ tiplidir. Mobil telefon operatorlarının tarifləri var. Və deyir, deməli, operator A və B-dir. Şəbəkə daxili operatorlar var. Şəbəkə xarici operatorlar var. Danışıq haqqı və qəpiklə, dəqiqə ilə də verilib. Aylıq abunə haqqı da budur. Bir ay ərzində 30 dəqiqə danışan A və B abunəçilərinin öhdəlikləri ödədikləri məbləğ arasındakı fərq ən çox neçə manat olar? Ən çox neçə manat olduğunu tapmaq üçün biz nə etməliyik?
A operatorunun ən az danışdığı vaxtı götürməliyik, B operatorunun ən çox danışdığı vaxtı götürməliyik. A operatorunun ən az danışdığı vaxt şəbəkə daxilidir. 20 nəyi göstərir? Qəpik, dəqiqədə 20 qəpik gedib. Bir ay ərzində 30 dəqiqə danışıbsa, 30-u 20-yə vuranda 600 qəpik. Yəni 6 manat buradan gedib. Plus aylıq abunə haqqı A operatorunda 10 manatdır. Bu cəmi eləyir 16 manat. Deməli, bir ay ərzində 30 dəqiqə 16 manat pulu çıxır bunun. B operatoru isə ən çox danışdığı 70 qəpikdir. 30 dəqiqə danışsa 2100 qəpik, yəni 21 manat və 5 manat da burada. Abunə haqqı cəmi eləyir 26 manat. A və B abunəçilərə öhdəliklə məbləğlər arasındakı fərq ən çox neçə manat olar? 26 manat ən çox, 16 manat ən az. Fərq isə 10 manat olacaq. Bir şirkətdə işləyən kişi və qadınların sayı bərabərdir. Qadınların 60%, kişilərin isə 30% əcnəbidir. Şirkətdə 63 əcnəbinin işlədiyi məlumdursa, şirkətdə cəmi neçə işçi var? Bunu buradan bir qeyd eləyək. Məsələni həll edəndə ümumiyyətlə qeyd eləmək lazımdır. Deməli, qadınlar, kişilər. Qadınların da sayı, kişilərin də sayı bərabərdir. Qadınların 60%, yəni 0.6x. Kişilərin isə 30%, yəni 0.3x əcnəbidir. Cəmi eləyir 0.9x. Bərabər. Bu, şirkətin əcnəbilərinin ümumi sayı 63-dür. X bərabər, hər tərəfini ona vursaq 63-ü bölürəm 9-a. Bu eləyir 70. Şirkətdə cəmi neçə işçi var? 70 X-i tapdımsa, deməli, qadınların da sayı 70-dir, kişilərin də sayı 70-dir. Cəmi 140 işçi var. 6-cı testdə qanunlarının müəyyən və sual əvəzinə uyğun olan variantı seçin. Deməli, burada nədir məsələ? Bu kiçik fiqurlar olan hissə 4 yerə bölünüb. Bu fiqur 4 dənə üçbucağa bölünüb. Kiçik fiqurlar olan hissədə hissə ağ olur, digərləri qara olur. Və bu kiçik fiqurlar necə dəyişir? Dairə sola keçir, qara olur, aşağı keçir, ağ olur, sağa keçib qara olacaq. Yəni burada bunu belə bölsək. Dairə sağa qara kimi düşəcək və dairə olan yer özü ağ olmalıdır. Bu çıxdı, bu çıxdı. Və dairə sağa qara kimi düşəcəksə bu da çıxdı, bu da çıxdı. Elə cavab buradan bəllidir, B bəndi. Amma digərlərinə baxaq. Bu kiçik qara kvadrat bir dəfə aşağı düşür, ağ olur, yuxarı qalxır, qara olur. Aşağı düşüb ağ olacaq. Olub. Bu üçbucaq sağa keçib qara olub, aşağı düşüb ağ olub, sola keçib qara olacaq. Bu da ödəyir və olduqları xanaların hər biri ağdır. Cavab olacaq B bəndi. 7-ci test bir neçə dəfə magistr qəbullarda istifadə olunmuş testdir. Fərid yeni tanış olduğu 5 adama yaxın yeni tanış olduğu adama 5 yaxın dostu Şamil, Daşqın, Əli, Babək və Xalid barədə məlumat verir. O əvvəlcə onların 25, 24, 23, 20 və 18 yaşlarında olduqlarını qeyd edir və onun məlumatlarından aydın olur ki, Babək Daşqından kiçikdir. Şamildən isə böyükdür. Bunu qeyd eləmək lazımdır. Babək kiçikdir Daşqından, böyükdür Şamildən. Nə Əli, nə də Xalid Şamildən böyük deyil. Yəni, Əli ilə Xalid də bu hissələrdədir, kiçik olan tərəflərdədir. Amma deyir ki, Xalid yaşca da ən kiçik olan deyil. Deməli, bundan kiçik Xaliddir, bundan kiçik Əlidir. Və düzürəm, yaşları 18, ən kiçikdən başlayırıq. 20, 23, 24, 25. Babəkin yaşları, Əli və Babəkin yaşı. Əli 18, Babək 24. Belədir. Verilən sözlər cütü arasında məntiqə əlaqə analoji olan variantı seçin. Arı həşəratdır. Tısbağa məməlilərə aid deyil. Şir, pələng sinifinə aid deyil. İlan, kobra eyni bir təbəqədir. Balina, balıq deyil, məməlilərdir. Kalibri, quşdur. Verilən hissələrin xəyalən birləşməsindən alınan fiquru seçin. 9-cu testimizdə deməli bu 1 deyək.
Biri gətirib bu hissəyə yerləşdirmək istəsək, aşağısını buranı tutsun, solu belə, belə və belə və belə. Bu üç bucağı 2 deyirəm buna. 2-ni gətirib bura yerləşdirərəm. Buna 3 deyirəm. 3-ü gətirib bura yerləşdirərəm. Bunu da 2 hissəyə bölsək, 4 ilə 5-i də bura yerləşdirərəm. Cavab olar Y bəndi. Aşkar operatorlar. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Biz bilirik ki, qayda nədir? Sol tərəfdə qiymət tapıb sağa tətbiq edilməlidir. Burada A-nın qiymətini verib 8. Elə 3B bərabərdir 15-dirsə, 1B deməli 5-dir. Yazıram. Deməli, 2 vuraq 8, 16 çıxaq 5, üstə gələk 40. 11 üstə 40 gələndə 51. Hərf sırası pozulmuş 5 sözdən 4'ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sıralarını düzəldərək fərqli sözü tapın. Hərf sırası pozulmuş 5 sözdən deyirsə, bu nədir? Bu banandır, bu zoğaldır, bu şaftalıdır, bu meyvədir, bu naringidir. 4'ü meyvədir, bu isə ümumi bir meyvədir. Y bəndi fərqlənir. Qatlanmış rəngli kağızdan kəsiklər edilib, fikrən kağızı açın və açılışa müvafiq variantı seçin. Qatlanaraq kəsik edilmiş kağızın açılışının tapılması. Bunun qaydası bilirik ki, bütöv kağız verib, bu qırıq-qırıq hissə bunu göstərir ki, bu buradan belə qatdalanıb və yuxarıdan aşağı, sağdan sola qatdalanıb. Bunun üstündə belə bir təsəvvür yaratsaq və bu kəsik və yaxud bunun özünü açmağa çalışsaq, biraz yer olmadığına görə burada təsəvvür yaradaq buna. Belə bir formalı bir ox var burada. Birinci bunu sağa doğru atsaq, bu ox üzbəüz düşəcək burada. Ox üzbəüz düşəcəksə, hamısı burada üzbəüz yoxdur. Bir də yuxarı atsaq bunun, eynən özüdür da, simmetriyası gedəcək yuxarı. Bax, bunun simmetriyası gələcək bu formada bura. Bir də bunu buradan yuxarı atsaq, bu oxun istiqaməti yuxarı gedir. Bunu dördləyirik. Sonra bu ox buradan üz aşağı duracaq. Yəni bu oxlar üzbəüz duracaq və bunun da simmetriyası bu formada gəlib düşəcək. Bu deyir, oxlar üzbəüz duracaqsa, yuxarı bu ox buradan aşağı durmalıdırsa, bu deyil. Bu deyil, bu deyil, bu da deyil. Bu oxa görə elə cavab qalır C bəndi. Bu hesablamadır. Bunu keçirik. 14. 4 mərtəbəli məktəb binasının hər mərtəbəsində 2 sinif var. Burada verib. 4 mərtəbəli məktəbdir. 1, 2, 3, 4. A sinifi var, B sinifi var. Hər mərtəbədə 2 sinif var. Birinci sinifdə 45 A sinifində, 35 B sinifində. Binasının hər mərtəbəsində 2 sinif A və B sinifi vardır. Aşağıdakı cədvəldə bu sinifdəki şagird sayı verilmişdir. Hər mərtəbədə 2 sinifdən yalnız biri seçilərək seçilən sinifin bütün şagirdləri ekskursiyaya aparılmışdır. Ekskursiyaya aparılan şagirdlərin sayı 100 nəfərdirsə, seçilən siniflər üçün aşağıdakilərdən hansı doğrudur? Deməli, A sinifində bu qədər şagird var, B sinifində bu qədər. Daha doğrusu, birinci sinifdə A sinifində, birinci mərtəbədə bu qədər, ikinci mərtəbədə bu qədər, üçüncü mərtəbədə bu qədər, dördüncü mərtəbədə bu qədər. Deyir, 4'ü də B sinifindəndir. 4 də B sinifindən olsa, bunların cəmi 100 eləməlidir. Bu eləyir 50, bu da 45, cəmi eləyir 95. Bu olmaz. İkisi A, ikisi B sinifindəndir. Deməli, bunların cəmi eləyir 50, bunların cəmi 60. Olmaz. Sonra burada 50 bunların cəmi eləyir. Bunların da cəmi bu da ödəmir. İkisi A, ikisi B sinifindəndirsə, əgər belə yoxlasaq, 35'in üstünə 20 gələndə 55.
Burada 45 eləyən bunlardır, amma burada yenə 3-cü siniflər üst-üstə düşür. Yaxşı, yoxlayaq. 3-ü B, 1-i A sinifidir. 3-ü B sinifindəndirsə, B-dən götürə bilərik 35, 25. 35, 15. 50, bu da 20, 70, bu da 30. Olmaz. Eyni sinifdəndir. Sonra 35-in üstünə 25 gələndə 60. Üstə 15 gələndə 75. Bunların üçünü götürsək, buradan gələ 30 götürək, bu da ödəmir. Deməli, 4-ü də A sinifidir. 45-in bunların hamısını cəmi 100 eləməyəcək. Çoxdur 100-dən. 3-ü A, 1-i B sinifidir. 3-ü A sinifi olsa 45, 35, 40 bunların cəmi eləyir. Deməli, 50, bu da 35, 85. Buradan da 1-in 15 götürsək, bu da ödəmir. Yaxşı, buradan 45-in üstə 35 gələndə çox eləyəcək. İkisi A, ikisi B sinifidir götürsək, əgər 20 ilə 50, bəli, birinci ilə 3-ün ikisi A, ikisi B sinifidir. Bunların ikisini cəmi eləyəcək 50 və bir də bunların ikisini cəmi eləyəcək 50. Deməli, 15-ci testdə fiqurlardan bu bərabərdir, sola keçib, sadəcə yerin dəyişib. Bunu işarələsək 1, 2, 3, 4, 5. Deməli, bu bərabərdir, sola keçsə, bu keçib sağa, sadəcə öz yerlərini dəyişib. Təzədən bu sağa keçib, əksinə yuxarı qalxıb. Bu sola, bu da sağa keçib. Daha doğrusu, bu sola keçib, bu da əksinə dəyişib. 3-də. 3-dən 4-ə keçəndə yerlərin dəyişiblər, amma bu sola, bu sağa keçib sadəcə. 4-dən 5-ə keçəndə bu sağa keçib, əksinə aşağı düşüb, bu sola keçib, tərsinə çevrilib, bu sağa, bu sola düşüb. Deməli, növbəti mərhələdə sadəcə yerlərini dəyişəcəklər. Bu sola, bu sağa keçəcək. Bu da ödəyir D bəndi. 16-cı testdə aşkar operator, qeyri-aşkar operatorlar. 62-nin üstünə 87 gəlsək, 9, 14, 149, 149-un da rəqəmləri hasili edir 36. Daha doğrusu cavab 36 deyil, burada 36-nı alırıq. Digərlərində ödəyir. 94-ün isə 21 gələndə 5, 11, 115-in də rəqəmləri hasil eləyəcək 5. 17-ci testdə qanunların müəyyən edin və sual əvəzinin şəklin çatışmayan hissəsini tapın. Bu fiqur elə budur, bu fiqur ortadadır, bununla da bu eynidir. Elə bil ki, yarıdan bu tərəfi bunun tərsinədir. Çevirib altdan yuxarı. Bu budursa, bu ödəyir. Bunun bu hissəsi onda tərsinə çevrilibsə, bura olacaq. Bu buradadırsa, yox daha doğrusu. Tərsinə çevrilibsə, bu elə budur. Bu əlaqə bura keçdi qaraya. Burada 3 dənə qara olmalıdırsa, bunlar ikisi də qara olur. Buradan bura keçiddə bu ikisi ağ. Bu ikisi ağ. Buna qədər gələndə bu yenə qara olacaq. Bu da qara olacaq. Bu ikisi yox, daha doğrusu bu ikisi ağ olacaq. 2 qara, burada da ağ. Bu A bəndidir. Bunu fırlayanda buradan bu düşəcək A bəndinə. Sonra 5 mərhələli bir oyunda oyuncular ABCD'yi hər mərhələdə 1-dən 5-ə qədər xal topladılar. Hər iştirakçı hər mərhələdə fərqli xal topladı və heç bir mərhələdə 2 iştirakçıya eyni xal verilmədi. Oyunun nəticəsi barədə müəyyən məlumat aşağıdakı cədvəldə verilmişdir. Deməli, hər mərhələdə 1-dən 5-ə qədər xal toplayıb hər biri. Amma eyni xal verilməyib. A-nın birinci mərhələdə, C-nin 4-cü mərhələdə topladıqları xallar cəmi nəyə bərabərdir? Biz bu cədvəli doldurmalıyıq mütləq. 5-ci burada bu sətr sütunda 1, 2, 5 var. 3 ilə 4 çatmır. Sətirdə 4 varsa, bura 3 verməliyik, bura 4 verməliyik. Yəni təkrarlanmamalıdır sətirdə və sütunda. Sonra 2, 4, 5 var, 1 ilə 3 çatmır. Burada 3 varsa, bura 1, bura 3 verirəm. 1, 3, 4 var. 2 ilə 5 çatmır, bunu verə bilmirik. Keçdik bura 1 ilə 3, 4, 5 var.
1 ilə 2 çatmır. Üstündə 1 var. 2, 1. Sonra 1 ilə 5 var. 3 ilə 4'ü bura yaza bilmərik. Deməli, bura ancaq 2 yaza bilərik. 2, 3, 4 var. 1 ilə 5 çatmır. Burada 1 varsa bura 5, bura 1 yazıram. Burada çatışmayan 2 oldu. 1, 2, 3 var. 4 ilə 5 yoxdur. Bura 4, bura 5, çünki sətirdə 5 var. 1, 2, 5 var, 3 ilə 4 yoxdur. Bura 3, bura 4 yazıram. 1, 2, 4, 5 var, 3 çatmır. 1, 3, 4, 5 var, 2 çatmır. Deyir ki, A-nın birinci mərhələdə, yəni A-nın birinci mərhələdə topladıq xal, C-nin isə 4-cü mərhələdə topladıq xal. 2 isə 4 gələndə cəmi 6. Qanunayğınlığı müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Biz nə edə bilərik burada? Baxırıq ki, bu 1-dən 2 alınanda 90 dərəcədən bir azar, təxmini 120 dərəcə fırladıb belə. Bunun 90 dərəcəsi tam, belə deyək də, bir 45 dərəcə fırlatsaq üzü aşağı duracaq, bir də 90 dərəcə fırlatsaq 120-130 dərəcə arasında bunu fırladır. Deməli, eyni qədər fırladır həmişə. Bunu biz 120 dərəcə fırlatsaq, tam olaraq üzü aşağı dayanacaq bu. Bu formada, bəli, tam olaraq üzü aşağı dayanacaq olacaq A bəndi. 20-ci testdə 5-in üstü 0, 0 üstü kəmiyyətlər 1-ə bərabər. 5-in üstü 0 1 eləyir. 4-ün üstü 3 64 eləyir. Deməli 4-ün üstü 3 üstə deyər təzədən 3. Ayır 67. 2-in üstü 5 32 üstə 5 gələndə 37. Burada 5-in üstü 0 üstə gəl 0 elə 1 eləyir. 3-ün üstü 4 81 üstünə də 4 gələndə 85. 21-ci testdə Əhməd aldığı balın kilosunu 20 manata satarsa 150 manat gəlir əldə edər. 15 manata satarsa 50 manat ziyana düşər. Əhməd neçə kilo bal almışdır? Maraqlı məsələdir bu da. Əhməd deməli aldığı balın kilosunu 20 manata satarsa 20x kilo bal alıb bu adam. 20 manata satarsa 20x pul qazanır. Amma 150 manat gəlir əldə edir. Bu malın maya dəyərinin üstünə 150 gələndə bunun qazandığı pulu verəcək. 15 manata satarsa, 15x-dan satarsa, maya dəyərindən 50 manat aşağı pul qazanır bu. Əhməd neçə kilo bal almışdır? Sistem tənlikdir. Y bərabərdir 15x üstə gələ 50. Burada əvəz elədim, gətirib burada yerinə qoyuram. Yazıram 20x bərabərdir 15x üstə gələ 50, üstə gəl 150, üstə gəl 200 eləyir. 5x 200-dürsə 1x bərabərdir 40. Deməli, bu adam 40 kilo bal alıb. Deməli, 22-ci testdə eyni bir fiqurun iki görüntüsü verilib. Bu fiqurun ixtiyari çevrilməsi nəticəsində alınan cavab variantını seçin. Kubun qarşı üzləri eyni anda görsənə bilməz variantı ilə getsək, bu hissənin kiçik tərəflərinə nələr düşüb? Baxın, bir x düşüb, bir də bu düşüb. O deməkdir ki, bu x-la bu qarşı üzdür. Eyni anda görsənə bilməzlər. Baxaq görə eyni anda görsənən hissəsi varmı? Yoxdursa da bu x-in bu tərəfinə ya bu fiqur düşməlidir, ya bu x düşməlidir. Ona görə B bəndi getdi. Aha. Sonra bunun baş tərəfində bu olanda sağına bu düşür, bunun baş tərəfində bu olanda sağına z düşür. Yəni 5-in sağında z duranda ümumiyyətlə 5-in sağında z bu formada dayanmır. Z belə deyil, tərsinə durub. Bu da getdi. Sonra bu dedik ki, bunun bu hissəsi biri budur, biri x-dır. Pülüsü verib səhvdir. Bu diagonal, bununla x qarşı üzdürsə, diagonalın baş tərəfləri ya x-a tərəf toxunmalıdır, ya da buna toxunmalıdır. Bu da z-ə toxunan tərəfdədir. Bu da deyil. Burada düzdür. Bu da
Bu 6 üzlü